Qardaş, Allah sıxıyla xəbərlandır. Bu əlamətlər nədir bəs? Nə? Nəfsə ibadət eləməyin. Nəfsi ibadət etmək əlamətləri. Şəraitini təxəzzərlər. Bu insanda əlamətlər nə olur? Əlamətlərindən əsas nədir? Allah Subhanahu taalanın əmrləri gələndə və qadağanları nəfsində təkəbbürlük hiss eləməsi. Bu ən böyük əlamətdir. Məsələn, insan deyirsən ki, namaz qıl, mənlik deyil deyir. Ona görə Allah Subhanahu Quranda deyir ki, Allaha ibadətdən təkəbbürlənənlər zəll olaraq cəhənnəmə girərlər. Dünən ki, niyə təkəbbürlənirsən? Qarnında nəcis daşıyan məxluqsan. Və fikirləş ki, nədən yaranmışsan? Ən böyük əlamət budur. Nəfsində Allah Subhanahu əmrlərinə qarşı təkəbbürlük. Hansı ki, qardaşlar, insan kafir olsun və ya mümin, fərq etməz. Fərqi yoxdur. Heç kəs Allah Subhanahu hökmündən kənarda deyil. Heç kəs. O ki, Allah Subhanahu əmrlərini, hökmlərini, qadağanlarını inkar edir, təkəbbürlüklə yanaşır. O özü Allah Subhanahu hökmü altındadır. Hə? Fikir ver. Döyünən ürəyini Allah Subhanahu şah damarını tutub bir dən sıxsa, neyniyəcək? Çapalayıb qalacaq əli orada. O Allah, bütün varlığı ilə Allahın hökmü altındadır. Bütün varlığı ilə. Təsəvvürlə, insan danışır dili ilə. Məsələn deyirəm, ha, Allah qorusun. Allah Subhanahu taalanı söyür. Allahın dini istehza edir. O dil ki, Allahın dini istehza edir, ha. Hansı ki, o dil Allah Subhanahu hökmü ilə danışır. Allah Subhanahu lal yarada bilərdi. Hansı ki, o Allah Subhanahu taala söyə-söyə bütün vücudu ilə Allahın hökmündədir ki, qəlbi Allahın izni ilə döyülür. Düzəlsən? O insan bədbəxtdir. O insan bilmir ki, doğulandan vəfatından Allahın hökmündədir. Allah Subhanahu taalanın hökmündən qovunu və ya şəri heç kəs kənarda deyil əslində. O ayə var, Allah Subhanahu taala deyir, mən göylərə və yerə dedim ki, istəyərək və ya istəməyərək gəlin əmrimə. Onlar deyir ki, biz istəyərək boyun əydik. Görürsən? Hətta istəyər və istəməyərək, fərq etməz. Hər kəs Allahın hökmündədir, hökmü altındadır. Qardaş, bir insan... Çünki bütün göylərin, bunu unutmayın, bütün göylərin və yeri mülkü Allahındır. Allahın mülkü üzərində yalnız onun hökmü keçərlidir. Qutardı. Göylərdə və yerdə elə bir zərrə tapa bilməzsən ki, Allahın hökmü, elmi və qüdrətindən kənarda olsun. İstər kafir, istər mümin, fərqi yox. Allah Subhanahu Cabbar adının mənası nədir? Cabbar adının mənalarından biri, yəni o məcburiyyət sözündən gəlir. Bizə deyil, məcbur edən. Və huvəl qahiru fəvqə ibadi. O qulları üzərində qahirdir. Qəhir sözü var, ha. Yəni, Allah Subhanahu taala qullar, həmin məsələdir. Yəni, insan istəsə də, istəməsə də Allah Subhanahu hökmü altındadır. Allah Subhanahu taala məsələn, yəni, elə insan görmüşük ki, mən şəxsən görmüşəm, mənə də o görən qardaşlar olub burada. Gəlib ki, məscidə özümü öldürmək istəyirəm də, yəni, həyatımdan bezmişəm. Hansı ki, o sağlığında Allahın dininə istehza edən və insanları zülm edən bir şəxs olub. Allah Subhanahu taala onu elə günə saldı. Bütün var dövlətini əlindən alaraq saldı məscidə. Və Allahın Cabbar ismidir. Onun üzərində görsəndi. Və Allah onun üzərində bizə göstərdi onu. Nəfsini özünə ilah edən. Məsələn, bir insan günahlar üzərində israr edərsə, bu da ona aiddir. Məsələn, böyük günahdır, yaxud kiçik günahdır. Onun üzərində israr edir, məsələn, edir, tövbə edir, tövbə edir. O isə vəsvəsədir. Vəsvəsədir. O isə vəsvəsədir. O artıq vəsvəsədir. Yəni, məsələn, insan, yəni çalışmaq, bu düzdə ayrı bir temadır, şeytan vəsvəsələr məsələsi. Yəni, insan tövbə eləyir, tövbəsini yapır. Məsələn, İbn-i Cəvz rəhməhullah da Təlbisül İblisdə belə bir bölüm açır. Şeytan hilələrindən bu. Zamanı sənə uzun göstərir. Yəni, hələ var, tövbə edərsən. Onun bir də məqsədi var. Hələ var deyərək səni ölməyə yaxınlaşdırmaq. Vəssalam. Bir də budur. Ya da sənə elə bir vəziyyətə gətirmək ki, artıq qəlbin möhürlənəcək. Çünki, baxın, cahillərlə də söhbət eləyəndə deyirəməmiş onlara.
Görürəm, söhbət eləyirəm, oturub məni dinləyirlər. Deyirəm, siz ki oturmuşsa, siz ki dinləyirsə, bu gününüzə şükr eləyin. Qəlbiniz ələm açıqdır. Vay o günə ki o bağlana, eşitmək istəməyəsən. Ona görə o anda ki onun qəlbi açıq deyə oturub dinləyir ha. O neymətdir. O neyməti gərək əldən verməsin. Əldən verdi, bəlkə bir də o neymət ələ düşməyəcək. Ona görə Allah subhanahu teala Allah deyir, kimə xeyir istəsə, onun sinəsini İslam'a açar. Bu ən böyük xeyirlərdəndir. Və həmçinin bir şey də deyim ki, bu da çox, yəni ən azından öz nəfsimiz üçün, yəni ibadətlərimizdə sabit qalmağımız üçün, yəni ibrətli bir ayədir. Hucurat surəsinin axırıncı ayəsidir. Bəzi insanlar Peyğəmbər sallallahu aleyhi ve sellem zamanında İslam'a gəlmələrinə görə sanki Peyğəmbərə minnət deyirdilər. Hansı ki Allah subhanahu teala deyir ki, siz İslam'a gəldiyinizə görə Peyğəmbərə minnət eləməyin. Minnət qoymayın. İndi ayənin davamına bax. Deyir Allah subhanahu teala sizə hidayət verdiyinə görə öz minnətini sizin boynunuza qoyub. Minnət sahibi Allahdır, biz yox. Yəni təsəvvürlə ki, Hucurat surəsinin axırıncı ayələridir, axırıncı elə ayəsi olmalıdır. Yəni, sən ibadət edirsən ha, buna görə Allah subhanahu teala öz minnətini sənin boynuna qoyub, sənə hidayət verdiyinə görə. Ona görə insana yaraşmaz ki, Rəbbi qarşısında təşəbbüllü olsun. Rəbbi qarşısında təşəbbüllüyün növlərindən bir sən nədir? Nəfsi Allah qarşısında bəkə çıxarmaq. Məsələn, Yusuf əleyhissalam misalı. Məsələn, bizlərdən biri Yusuf əleyhissalamın qarşılaşdığı o vəziyyətlə qarşılaşsaydıq, neyniyəcəkdik? Bütün günü dualarımızda o məsələni qeyd edəcəkdik. Ya Rəbb, zinadan çəkindim, buna görə mənə filan şey var, buna görə mənə filan şey var. Bu, Rəbb qarşısında təkəbbülün əlamətidir. Yəni, nəfsi pakə çıxarmaq. Nəfsə güvənmişəm də, yəni. Hə. Amma Yusuf əleyhissalam nədir? Ey Rəbb, nəfs, birinci nəfsini qeyd elədi, ha. Birinci öz nəfsini qeyd edir. Nəfs deyir, insana pisliyi əmr edib durur, daima. Rəbbimin rəhməti olmasaydı ona meyl etmişdim. Öz nəfsini pakə çıxarmır. Baxma ki, əzəmətli iş görmüşdü. Nəfsini yəni də alçaldır və Rəbbini ucaldır. Hansı ki, ibadət əslində budur. Çünki ibadət sözünün lüğavi mənası zəlillikdən gəlir. Zəlillik sözündəndir. Belə ən gözəl forması da namazdır. Məsələn, səcdə. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qulun Rəbbinə ən yaxın olduğu andır. İnsanın ən şərəfli üzvüdür onun alnı, başı. Bəlkə elə deyil. Təsəvvürlə ki, bütün bədən onu gəzdirir. Hə. Məsələn, deyir ki, filan insan alnı açıq gəzir. Hə. Başı dik gəzir, məsələn. Həmişə şərəfli misallar alın, başa görə verilir. Deyir, alnı açıqdır. Deyir, üzü ağ, üzü qara. Fikir versən. Amma insanın belə ən aşağı üzvü ayaqdır. Hansı ki, bədən onun üzərində durur. Və sən bir dənə səzdəni göz qabağına gətir. Rəbb qarşısında ən ali üzvün, ən aşağı üzvündən bir səviyyədə olur. Və bu Allah qarşısında alçalmağın ən gözəl yoludur. Çünki sən nə qədər alçalsan, ona o qədər uzatmış olursan. Məsələn, adi bir hörmətli insanla biri görüşəndə iki əlinə görüşür və biraz özünü əyir. Niyə əyir? Onu uzatmaq üçün. İndi səzdəni göz qabağına gətir. İnsan doğrudan dəhşətdir. Yəni, çox unutqandır. İnnəl insənə li rabbihi ləkanud. Həqiqətən insan Rəbbinə qarşı çox nankördür. Quranda insan kəlməsi ilə əlaqəli ayələrə bax. Elə bilirsən ki, elə insan olduğuna görə məzəmmət olunur. İnnəl insənə ləfi xusur. İnsan xusrandadır. Xulqəl insana daifə, insan zəifə. Halqda insan var, orada məzəmmət var. Tələskəndir və s. Həlua, yəni deyinkəndir və s. Yaxşılıq verildi belə, bir şər gəldi belə. Siz qeyd edirsiniz kitabda Təlbis-i Libisdə, orada İmam Əvzəyirdən rəvayət gətirirlər ki, deyir, yuxumda Allah subhanahu ta'ala gördüm. Yəni, o məsələ bilmək istəyirəm ki, o sələfin mövqeyi nədir? Allah subhanahu ta'ala yuxuda görmək barəsində. Dəstə qeyd deyər, bu mövzu deyil, genişdir o, inşallah. Axı, namaz, qardaş sual verir, deyir ki, Fatihə namazda oxumaq ki var ya, imam oxuyanda səhih gələnlərdir sahabilərdən. Sahabilər necə eləyərdi bu? Fatihə oxuyardılar imamdan dildə, yoxsa oxumazdılar arxasında? İmamın arxasında namaz, səsli namazlar. Sələflər bu barədə
Yəni, alimlər ixtilaf ediblər. Və alimlərin bu barədə əsasən 3 rəyi var. Bəzi alimlərə görə, xüsusən küfə əhlinə görə, hansı ki, onların başında Əbu Hanifə durur. Onlara görə ümumiyyətlə, istər səsli, istər səssiz namaz. Fatihəni oxumursan. Və bir dənə şey bilin ki, axı, alimin sözü götürülməsə də, hörmət edilməyə layiqdir. Və heç bir alim dəlilsiz danışmıyor. Fəqət ola bilər, dəlili başa düşməkdə nəsə yəni xəta olsun və ya dəlilin özü səhi olmasın. Hər bir halda dəlilsiz bir alim danışmaz. Və alimdən də xətanı cahil tutmaz. Əbu Hanifə orayda olub ki, yəni istər səssiz, istər səssiz, heç bir namazda oxumursan Fatihəni. O da bu hədisə görə. İmamın qirayəti cəmaat üçün kifayətdir. Bu da ümumi götürüb hökm ki, çünki hədisdə ümumidir. İmamın qirayəti, çünki imamın qirayəti səssizdə də var, səssizdə də. Və bir qism alimlər, hansı ki onlardan biri şərh edir. İstər deyib səsli və istərsə də səssiz. İmam arxasında Fatihəni oxuyacaqsan deyib. Və alimlərdən bir qismi də, hansı ki İmam Əhmədin rəylərindən biri də, hətta Şafidən gələn bir rəy də belədir. İmam Malik də bu raydadır. Hansı ki İbn-i Teymiyyə rəhməhullah da bu raydadır. Abdurrahman Avzayi və s. Və hətta Əbu Hanifənin tələbəsi Muhammed Şeyban da bu raydadır. Və Şeyx Albani də müasirlərdən bildiyim qədərincə bu raydadır. Səssiz, yəni zöhr və əsr namazlarını oxuyacaqsan. Sübdə oxumayacaqsan, çünki hamısı səsslidir. Amma məğrib və işə kimi, hansı ki orada birinci, ikinci rükət səslidir, üçüncü və üçüncü, dördüncü rükət səssiz. Səssiz rükətlərdə Fatihəni tək oxuyacaqsan, səssiz rükətdə oxumayacaqsan. Dəlilləri də budur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. İmam təkbir gətirəndə siz də təkbir gətirin. Fikir ver, bu hədis, bir şey bilin, şəriətdə bir şeyi düzgün başa düşmək üçün o ərəblər ona siyaq deyir. Yəni cümlənin axışı. Məsələn, fəvailul lil musallin, vay o namaz qılanların halına. Ondan sonraki ayəni oxumasa, düzdürmü? Sənə çatmayacaq axı. Yəni şəriətdə bütün məsələlər belədir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, imam ona tabe olasınız deyə imam seçilib. Fikir ver, imam ona tabe olasınız deyə imam seçilib. Deməli Peyğəmbər sallallahu əleyhi və səlləm nəyi hədisdə bəyanlayır? İmama tabiçiliyi. İndi bax, deyir o təkbir gətirəndə siz təkbir gətirin. Yəni susmayın. O səmiyallahu limən hamidah deyəndə siz Rabbana və ləkəl hamid deyin. O oxuyanda siz susun. Deməli, imam təkbir gətirəndə bu məsələdə ona tabiçiliyi nədir? Sənin təkbir gətirməyin. İmam oxuyanda bu məsələdə ona tabiçiliyi nədir? Sənin susmağın. Bu eyni ilə bənzəyir nəyə? Sütrəyə. Bax məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm sütrə barədə nə deyib? İmamın sütrəsi cəmaat üçündə nədir? Kifayətdir. Ona görə məsələn, əsas cəmaat namazında imamın sütrəsidir. Cəmaatın qabağından kimsə keçsə, namaza maneçiliyi yoxdur, ta ki imamın qabağından keçməsinlər. İndi eyni bu formada gələn bu hadisə fikir ver, hansı ki Müslimdə gəlir. İmamın qirayəti cəmaat üçün kifayətdir. İmamın sütrəsi cəmaat üçün kifayətdir, imamın qirayəti cəmaat üçün kifayətdir. Hədis ləfsi arasında fərq var nəsə? Heç bir fərq yoxdur. Başqa Fatihəsiz namaz, o necə var? Həmçinin, məsələn, Cabir ibn Abdullahdan gəlib soruşurlar, Səyyəd əsərdə gəlir, sahabədir. Tabinlər gəlir soruşur ki, demir, sən, deyir, siz sahabələr, Allah Rasulunun zamanında, imamın arxasında nə oxuyurdunuz? Cabir deyir ki, zöhr və əsr namazlarında birinci, üçüncü rükətdə Fatihəni bir surəni, üçüncü, dördüncü rükətdə yalnız Fatihəni. Cabir ibn Abdullah niyə? O bir namazda demədi. Məhz dedi ki, zöhr əsrdə oxuyurduq. Artıq Peyğəmbər səhv Fatihliyi var. Səhidir. Cabir deyir ki, biz sahabilər yalnız zöhrdə əsrdə oxuyurduq Peyğəmbərin arxasında. Bu dəlildir ki, o birislərdə oxumurdular. Aydındır. Amma o hədis ki, Fatihəni oxumayan namazı yoxdur, aydındır. Fatihəni oxumayan namazı yoxdur. Ümumi hədis, düzdürmü? Fatihə oxunmur.
Oxunur axı Fatihə, imam oxuyur da. Hədisdə gəl ki, imamın qiraəti cəmaat üçün kifayə. Məsələn, sütrəsiz namaz olar. Bəs cəmaat namazında sütrə qoymursan axı. Deyəcəksən ki, imamın sütrəsi var. Fatihəsiz namaz yoxdur. Biz bildik. Bəs hədisdə də gəl, çünki bu sözü deyən Allah Rasulü bu bir sözlə deyib ki, imamın qiraəti cəmaat üçün kifayətdir. Amma o hədis ki var, sahabelərdən biri arxada oxuyurdu. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan etdi, təkcə Fatihəni oxuyun. O sonra hətta o da qadağan edildi. Çünki sübh namazında səhv etmirəmsə olur. Hətta başqa hədisdə var ki, ümumən qiraəti qadağandır. Hətta bir Əbu Hüreyrədən başqa bir rivayətdə gəlib ki, bu ayə ki nazil oldu, Əbu Hüreyrə özü deyir ki, bu ayə ki nazil oldu. Və izə qara'tal Qur'an yox. Fəstəmi'u ləhu və ansitu ləalləkum turhamun. Quran oxunan zaman susun. Əmr edir. Və onu dinləyin ki, sərhəm olunsun. Əbu Hüreyrədən belə bir əsər gəlir ki, bu ayə nazil olandan sonra səsli namazlarda biz sahabələr sustuq. Və bir də bir şey fikir ver. Bax. Bu ayəni götürsək. Məsələn, bir şəxs Fatihədən sonra, imamın qiraətindən sonra, yəni imam Fatihəni oxuyub, məsələn, qutarandan sonra o başlayır Fatihəni oxumağa. Amma imam Fatihəni oxuyanda o neyini yiyir? Dinləyir. Sual versə ona, imam Fatihəni oxuyanda niyə dinləyirdin? Deyəcək, ayə var. Quran oxunan zaman susma, onu dinlə. Yaxşı, imam Fatihədən oxuyub qutarandan sonra niyə başladın Fatihəyi oxumağa? Çünki onda gəndə sura oxuyur axı. Yəni də artıq vacibdir dinləmək sənə. Burada başqa şey çıxır ki, yaxşı, bəs imamın Fatihəni oxuyandan sonra bir müddət susması ki, cəmaat arxada Fatihəni oxusun, bu da inşallah səhih rəyə görə bidətdir. O hədis ki var, bir sahabədən gəlib, mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən 2 dənə namazda susmaq yeri öyrəndim. Yəni Peyğəmbər sallallahu namazda 2 dənə yerdə susardı. Bəziləri bu hədisi dəlil götürüblər. Əslində bu hədis dəlil deyil. Niyə? Birinci, sənədinə görə, ikincisi mətninə görə. Sənədinə görə ona görə dəlil deyil ki, hədis səhih deyil. Mətninə görə ona görə dəlil deyil ki, bu susmağın Fatihədən sonra susmağa adiyyəti yoxdur. Çünki hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hətta səhih olsa da problem yoxdur. Çünki hədisdə gəlir ki, Allah Rasulü qirayətin əvvəlində susardı. Aydındır, təkbir gətirərdi, neyini yerdi? İstiqda olsa, zahirən susurdu. Səs namazda belə görünür. Bir də qirayətinin sonunda, demədi Fatihənin sonunda. Yəni qirayəti qutardı, وَلَمْ يَكُلَّهُ كُفُوًا أَحَدٍ biraz durar, sonra təkbir gətirə gedərdi səsləyə. Yəni də Fatihədən sonraya adiyyəti yoxdur. Hətta sayı olsa da. Amma Şeyxülislam Rahiməllahdan barədə soruşanda ki, Fatihədən, yəni İbn Teymiyədən söhbət gedir. Fatihədən sonra susmaq dedi bidətdir. Və dəlil də odur ki, Buxarıda gələn, yəni dəlillərdən biri. Bidət hələ ən azından dəlil odur ki, dəlil yoxdur. Dəlil odur ki, buna dəlil yoxdur. Çünki şəriətdə əşyada əsl olan mübahlıqdır. Şəriətdə əsl olan haramlıq. Ona görə bir şey deyəndə ki, məsələn, pomidor yemək halaldır, sən halal deyən dəlil gətirməyəcək ki, yer üzərində olan hər şey halaldır. Haram deyən dəlil gətirəcək. Şəri məsələlərdə isə bunun əksidir. Şəriətdə bu olar deyən, iddia edən dəlil gətirəcək. Ona görə elə bidətdir, dəlil odur ki, dəlil yoxdur. Bu bir, başqa da bir əlavə dəlil, o da ki, Əbu Hüreyrənin Buxarıda olan bu rəvayəti. Əbu Hüreyrə deyir ki, mən görürdüm, Peyğəmbər sallallahu aleyhi ve sellem təkbir gətirərdi və susardı və soruşdum ki, ya Rasulullah, sən ki qirayətdən qabaq susursan, orada nə oxuyursan? Allahümmə ba'id beyni və beynə xatayəyə kəmə ba'iddə beynəl məşriq vəl-məğrib, əl-hədis. O duanı deyir. Sübhanəkənin əvəsində oxuduğu dua. Düzdürmü? İbn Teymiyyə Rəhməllah deyir ki, əgər Allah Rasulü Fatihədən sonra və ya qirayətdən sonra o cür susaydı, Əbu Hüreyrə o da soruşacaqdı. Deməli, o yalnız təkbirdən sonra susub. O da dua oxumaq üçün. Məqsəd o. Doğrusunu Allah bilir. Əbu Hüreyrə dedilər ki, əslində yer şeylər olsaydı deyə bilərdim, desəydim başını kəsin. O nələr qəsd var? O hədislərin şərhlərinə baxmaq lazımdır. Belə. İkisində səhət tohid deyən var? Yox. Amma olub məsələn, sələflərdən olub ki, axı, məsələn, İmam Məlik rəhməllah, İmam Məlik hər kəsin yanında, hər yerdə əsma və sifətlərdən danışmağı bəyənmirdi. Şöyərsən, elm deyə, o da tohid edir. Amma məsləhət var. Məsələn, sən cahilin yanında deyirsən ki, Allah subhanət hala
Məsələn, əl sifətindən danışırsan, necə gəldi? Necə sünnədə və Quranda gəlib? İstər-istəməz o insan da mücəssiməliyə əmələ gələcək. Yəni, qayda yoxdur axı, təməl yoxdur. Sən ki, fundamenti atmamısan, ona görə İmam Malik deyirdi ki, mən bəyənmirəm hər yerdə bu məsələlər danışmağı. Və İmam Əhməd Rəhməhullah o hədislər ki, var idi, rəhbərə qarşı xuruc etməyə cavaz verən hədislər, o hədisləri hər yanda danışmağı yaxşı görmürdü ki, fitnə əhli bundan istifadə edər. Çünki hədis var, amma onun tətbiqi və s. Məsələn, əsma və sifətlər aydındır, təvhidin qismidir. Sən bunu necə gizlədə bilərsən? Söhbət ondan gedir ki, yəni məsələlər var. Və Peyğəmbər s.ə.v-in o sözü ki, la ilahə illallah deyən əbədi, bu dinin təməlidir. Hansı ki, dedik insanlara demə. Dinin təməlidir bu. Ona görə dəvətdə məsləhət götürülür. Zaman, məkan və şəxs anlamı önəmlidir.